Depressiya haqqında bilmədiklərimiz. Bilməliyik ki, psixoloji pozuntular içərisində ən geniş yayılanı depressiyadır. Depressiya diaqnozu qoymaq üçün 2-3 gün əhvalının olmaması, enerjinin olmaması, bir şeyə marağın itməsi, yuxusuzluq, iştahsızlıqla depressiya diaqnozu qoyulmur. İnsan ən azı 2 həftə bu vəziyyətdə olmalıdır ki, o şəxsə depressiya diaqnozu qoyulsun. Depressiyanın bir növü yoxdur. Bir neçə növü var. Endogen, nevrotik, doğuşdan sonraki postnatal depressiya, mövsümi depressiyalar mövcuddur. Depressiya zamanı insanın özünə qulluğu o qədər aşağı düşür ki, o bəzən həftələrlə çinməyə bilər, gigiyenik qaydalara riayət etməyə bilər və özünə qulluq çox aşağı düşür. Orta yaşlı insanlar depressiyaya daha tez düşürlər və qadınlar da kişilərə nisbətən depressiya meyillilik daha çox olur. Depressiyanın öhdəsindən tək başına gələ bilmədikdə bu zaman professional yardım almaq və psixoloqa müraciət etmək olar. Depressiya irsi də keçə bilir. Əgər valideynlərimiz, ailə üzvlərimizdə depressiya meyilliyi varsa, bizdə də olma ehtimalı böyükdür. Əgər depressiyada olan bir şəxsdə intihar düşüncələri varsa və o buna cəhd edibsə, mütləq şəxs hospitallaşdırılmalıdır. Çünki onlar dərman müalicəsindən imtina edirlər və bəzən dərmanı atmış kimi göstərirlər və həmin dərmanları içmirlər. Depressiyada olan şəxsdə özünü günahlandırma hissi çox yüksək olur. Onlar daim özlərini tənqid edirlər, öz hərəkətlərini bəyənmirlər.